şəhid baş leytenant Əcəb Elçin Əvəzoğlu'nun övladıyam. Adım Yusuf'dur. Mən istəyərdim ki, Möhkəm, möhkəm ol, möhkəm ol. Atanın bizi istəyir, möhkəm ol. Tamam bugün. Möhkəm. Məncə sənin atan səni belə görmək istəməzdi. Ona görə də möhkəm sözünü de. atam 44 günlük müharibədə Cəbrayıl uğruna gedən döyüşlərdə qəhrəmancasına döyüşərək şəhid oldu. Oktyabrın 3-ü atam Tamam. Möhkəm, möhkəm, möhkəm. atam vuruşduğu zaman şəhid oldu. Möhkəm. Sən qəhrəman olursan, möhkəm. Mənim balaca qardaşım və bacım hələ ki çox yaxşı dərk eləyə bilmirlər bunu, amma onlar gələcəyi də dərk eləyəcəklər.